İndi bir də üstündən gedək. Deməli, urbanizasiya deyəndə nə nəzərdə tutulur? Şəhərləşmə, şəhər həyat tərzinin inkişafı, şəhərləşmə prosesinin daha da güclənməsi, düzdür? Bu oldu urbanizasiya. Urbanizasiyanın dərindən inkişafı nə adlandı bəs? Suburbanizasiya. Bu inkişaf etmiş ölkələrdədir, inkişaflı olan ölkələrdə, sonra inkişaf etmiş ölkələrdədir. Bəs suburbanizasiyanın özü nə oldu? Əhalinin şəhərdən kəndə köçməsi. Bu adlandı suburbanizasiya. Deməli, urbanizasiyanın eninə inkişafı nədir bəs? Yalancı urbanizasiya. Bəs yalancı urbanizasiya hansı ölkələrdədir? İnkişaf etməkdə olan ölkələrdə. Yalancı urbanizasiya deyəndə nə nəzərdə tutulur? Əhali neyir? Kənddən şəhərə gəlir. Güya ki, ağ gün görmək üçün kənddən şəhərə gəlir. Amma şəhərində bir qədər pis ərazilərində məskunlaşırlar. Türkiyədə bu nə adlanır? Gecəqondu. Braziliyada nə adlanır? Braziliyada nə adlanır? Vərəqlə. Vərəqlə. Səhv vərəq açılsın. Düzdür, düz vərəqdir. Braziliyada nə adlandı? Favel. Bəs Afrikada bidonvil. Deməli, üzündən də oxuyanmır bala. Deməli, Braziliyada nə adlandı? Favel. Afrikada bidonvil. Türkiyədə gecəqondu. Gələk aglomerasiyalı megapolislərə.